Allah isə Saməddir. Allahu Saməd. Bu Allah heç nəyə möhtac deyil. Saməd nə deməkdir? Allah Saməd ismin bizə öyrətməklə bizdən nə istəyir? Hətta onu yaxşı tanıyaq. Təkəbbürlü olmayaq. Ona möhtaclığımızı bildirək. Ehtiyaclığımızı bildirək. Daim bildirək ki, biz quluq. Biz Allaha möhtacıq. Hər anımızla Allaha möhtacıq. Əziz müsəlmanlar, Allaha möhtaclığımızı bildirməliyik. Həqiqətən biz ona çox möhtacıq. O isə heç nəyə möhtac deyil. Çünki o pakdır, müqəddəsdir. Ona görə Rəbbimizi sevməliyik. Hətta ona gözəl şəkildə ibadət edək. Onun isimlərini öyrənməliyik. Ona səmimi ibadət edək. Və bizi Allahdan başqaları, hansı ki insanların uydurduqları məbudlar aldatmalı deyil. Bəzi insanlar daşlara ibadət edir, ağaclara ibadət edir. Bəzi dəvə pirlərinə ibadət edir, dağlara ibadət edir. İnanın ki, elə insanlar var ki, gedirlər dağlara, daşlara, çıxırlar. Dağlara, daşlara ibadət edirlər. Beş barmağa ibadət edirlər. Biri filan yerdə dəvəyə ibadət edir. Biri filan bölgədə ağaca ibadət edir. Biri filan yerdə qəbrə ibadət edir. Biri cinlərə ibadət edir. Nəhərə bir şey ibadət edir. Amma Saməd yaddan çıxıb. Səmədi unudublar.